Paytaxtın ən çox üst tutulan ərazilərindən olan İçəri şəhər bu həftə tədbirlərlə zəngindir. Belə ki, Bakı Uçuş İncəsənət həftə sonu Gələcəyi İndi Duy Festivalı çərçivəsində bir sıra sərgilərin təşkili nəzərdə tutulur. Bakıya Uçuş İncəsənət həftə sonu Gələcəyi İndi Duy Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunan tədbirlərin əsas mövzusu həyatın yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su elə bu səbəbdən İncəsənət Festivalının əsas elementi kimi seçilib. Sərgilərin adları isə təsadüfən belə qoyulmayıb. Şeyh, olmayan səhər, axar yaddaş və mən suyam. Şeyh, olmayan səhər adı qəsdən bir qədər açıq məna saxlayır. Çünki şeyh məhz o an yaranır. Səhər hələ tam doğmayıb, dünya isə bugün necə olacağına qərar verməyib. İnstalyasiya, kətan üzərində rəsmlər, taxtadan olan işlərim var, metallan olan işlərim var. Həmçinin də animasiya və musiqi var. Ümumiyyətlə, Şirvanşahlar Sarayı düşünürəm ki, bu layihənin bir hissəsidir və mənim, yəni ümumiyyətlə, bu layihənin, belə deyim, bir qatqısıdır və yaxud da mən onun və mənim bəlkə də bir layihəm Şirvanşaha bir qatqıdır. Bu ilk dəfədir ki, bütövlüklə metaldan istifadə edib öz işlərində maraqlı işlər var. Hətta bir qədər kinetik iş də var. Şeyhi təsvir edən bir installyasiyadır. Ağacdan olan installyasiyalar var, rəsm əsərləri, çox maraqlı video art var. 17-ci əsrə aid yeraltı hamamda keçirilən axar yaddaş isə hamam mədəniyyətinin müasir yozumudur. İki video art təqdim olunur. Nərgiz Ramiz qızının belə deyək də su kimi axar ol işi. Digəri isə Əliyə Bayramova və Timur Zaripovun Axarın Fövqündə adlanır onların təqdim etdiyi video art. Hər iki işdə biz suya qarşı olan, hamam mədəniyyətinə qarşı olan yaddaş, təmizlik mövzularının yanaşmasını görürük. Zaman Art Galeridəyik. Burada festival çərçivəsində Mən Suyam adlı sərgi təşkil olunub. Sərgi çərçivəsində isə 20-dən çox rəssamın belə əsərləri nümayiş olunur. Sərginin məqsədi tamaşaçıda yalnız suyun estetik qavrayışını deyil, həm də onun təbiətinə mənəvi yaxınlıq hissini oyatmaqdır. Hiss etdirməkdir ki, hər birimizin qəlbində yaddaşla, ağrıyla, işıqla və ümidlə dolu axan bir çay var. Adil Şıxəliyevdir, Eldar Babazadə, İnna Kostina, Məhəmməd Orucov və digər çox tanınmış Azərbaycanlı rəssamları iştirak edir. Bizdə təkcə rəngkarlıq nümunələri nümayiş olunmayıb hal-hazırda. Həm bir neçə installyasiya mövcuddur və video art sərginin üstünə olan Mən Suyam adlı video art sərgilənib. Əsərimin adı Səyahətdir və orada bir gəmi var, əks olunub. Onun içində də bir ailədir. Su bizim əvəz olmaz həyatımızın bir hissəsi olduğu kimi mən də onu əks etdirmək istəyirdim. Həmən bu ailəni necə qurursa, insan dünyaya necə gəlirsə, hər şey su ilə bağlı və su bizim hər şeyimiz olduğum kimi onu göstərmək istəyirdim. Orada bir balaca ada da var. Həmən o Ümid adasında orada əks etdirmişəm. Təşkil olunan bütün bu tədbirlər isə Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verməsinə hesablanıb. Ötən gündən start götürən festival sabah, yəni noyabrın 2-si öz işinə yekun vuracaq. Lakin bu sərgilərdən əksəriyyəti noyabrın ilk 10 günlüyü ziyarətçilər üçün açıq olacaq. Aydan Əliyeva, Emin Tağıyev, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.